Retinol ilə birlikdə hansı məhsulları istifadə etmək olar? Hialuron turşusu ilə retinolu birlikdə istifadə etmək olar. Hialuron turşusu dərini nəmləndirdiyi üçün retinolun dəri quruducu təsirini aradan qaldırır. Niasinamid ilə retinolu birlikdə istifadə etmək olar. Niasinamid akne izlərini apardığı üçün retinol ilə birlikdə istifadə olunduğu zaman daha effektiv təsir göstərir. Bundan başqa tərkibində propolis, jenşen, peptid, arbutin, Asiya centellası olan məhsullar ilə birlikdə retinolu istifadə etmək olar. Bəs retinol ilə hansı məhsulları istifadə etmək olmaz? Salisel turşusu və retinol hər ikisi birlikdə hüceyrə yeniləyici olduğu üçün ikisi birlikdə istifadə olunduğu zaman dərini həddindən artıq quruda, qıcıqlandıra və yandıra bilər. İkisi birlikdə istifadə olunduğu zaman dərini çox qurudaraq yağ ifrazının artmasına və nəticədə sızanaqların daha da çoxalmasına səbəb ola bilər. Qlikol turşusu ilə retinol birlikdə istifadə olunmamalıdır. Qlikol turşusu güclü aşındırıcı maddə olduğu üçün hər ikisi birlikdə istifadə edildikdə dəri qıcıqlana bilər. Qlikol turşusu və retinol sızanaqlardan sonra yaranan tünd ləkələrin, sızanaq yerlərinin aparılmasında effektiv təsir göstərir. Buna görə də onları birlikdə yox, aralarında bir neçə gün fasilə ilə istifadə etmək daha yaxşıdır. C vitamini ilə retinol birlikdə istifadə olunduğu zaman yenə də dəri qıcıqlanmasına səbəb ola bilər. Əgər hər ikisini istifadə etmək məcburiyyətində qalırsınızsa, o zaman aralarında 3-4 gün fasilə verməklə istifadə olunmalıdır. Retinol benzol peroksid ilə birlikdə istifadə olunduqda, benzol peroksid retinolun təsirini azaldır. Tərkibində AH, yəni alfa hidroksi turşusu və BH, yəni beta hidroksi turşusu olan serum, maska, soyucu peelinglər, tonikləri retinol ilə birlikdə istifadə etdikdə dəri daha çox zərər görməyə başlayır. Belə olan hallarda dəri qıcıqlana və yana bilər. Bundan başqa, azalein turşusu ilə retinolu birlikdə istifadə etmək olmaz. Çünki azalein turşusu da retinol kimi hüceyrə yeniləyici olduğu üçün birlikdə istifadə olunduğu zaman dərini qıcıqlandıra, yandıra və dərini həssaslaşdıra bilər. Bütün bu sadaladığımız retinol ilə birlikdə istifadə olunmayan məhsulları istifadə etmək məcburiyyətində qaldıqda aralarında 3-4 gün fasilə ilə istifadə etmək daha məqsədə uyğundur. Bəs retinol istifadə edərkən nələrə fikir vermək lazımdır? Retinolu həftədə 2 və yaxud da 3 dəfə istifadə etmək olar. Retinolun istifadəsi axşam saatlarında olmalıdır və həmin günlərdə retinol istifadə olunduğu zaman daha tez yatmaq tövsiyə olunur. Retinolu payız, qış və yaz aylarında istifadə etmək lazımdır. Retinoldan istifadə olunduğu müddət ərzində gündüz çölə çıxarkən günəşdən qoruyucu krem çəkilməlidir. Bundan başqa retinoldan istifadə edildiyi dövrdə üzü isti su ilə yumaq, qaynar su ilə duş almaq, lazer, ip, depilyasiya etmək, isti hava buxarı ilə təmasda olmaq qəti qadağandır. Həm YouTube, həm TikTok, həm də Instagram